Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzi, Beynəlxalq Əmək Təşkilatı İşçilərin Fəaliyyəti Bürosunun birgə təşkilatçılığı ilə iqlim dəyişikliyi üzrə Həmkarlar İttifaqlarının fəaliyyəti mövzusunda konfrans keçirilib. Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət və ictimai təşkilatların təmsilçiləri, Azərbaycan və Türkmənistan Həmkarlar İttifaqlarının, Beynəlxalq Əmək Təşkilatının və İslam Əməkdaşlıq Təşkilatının əmək mərkəzinin nümayəndələri iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev konfransın əhəmiyyətini qeyd edib, qlobal iqlim dəyişmələri və onun fəsadlarından, Azərbaycanın iqlim dəyişmələri siyasətindən söz açıb, yaşıl keçid və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Konfederasiya sədri Sahib Məmmədov çıxışında Azərbaycanın qlobal iqlim fəaliyyətinə töhfə verən ölkələr sırasında olduğunu və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə məqsədyönlü və sistemli tədbirlərin həyata keçirildiyini deyib. Diqqətə çatdırılıb ki, iqlim dəyişmələri eyni zamanda sosial və əmək münasibətlərinə təsir göstərən qlobal çağırışdır. Bu baxımdan əmək bazarında baş verən dəyişikliklər həmkarlar ittifaqlarından daha çevik və koordinasiyalı fəaliyyət tələb edir. Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri xanım Oğulcənnət Berdiliyeva qlobal iqlim dəyişmələri fonunda bu kimi beynəlxalq platformaların təcrübə mübadiləsinin aparılması və birgə yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, hazırki şəraitdə Həmkarlar İttifaqları əmək bazarındakı dəyişikliklərə daha operativ qaydada uyğunlaşmalı və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlərə reaksiyanı artırmalıdır. Konfransa onlayn qoşulan və tədbirin aktual mövzuya həsr olduğunu vurğulayan Beynəlxalq Əmək Təşkilatı İşçilərin Fəaliyyəti Bürosunun Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Sergius Glovaskas bildirib ki, iqlim dəyişmələrinin sosial və məşğulluqla bağlı təsirlərini nəzərə alan Beynəlxalq Əmək Təşkilatı ədalətli keçid yanaşmasını təşviq edir. Tədbirdə Beynəlxalq Əmək Təşkilatının baş mütəxəssisi Qoça Aleksandriya ədalətli keçiddə həmkarlar ittifaqlarının rolu mövzusunda təqdimatla çıxış edib. Sonra iqlim dəyişikliyi və əmək dünyası mövzusunda panel müzakirələri aparılıb. Tədbir çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən son illərdə Həmkarlar İttifaqları sistemində həyata keçirilən islahatları və tətbiq olunan innovativ yenilikləri əks etdirən videoçarx nümayiş etdirilib.